Hə. Deməli, maskara ilə işimizi qurtardıq. Və nəhayət 5-ci üsul ki, bu üsulda biz gözümüzün altına konsiler və yaxud da ki, tonal krem çəkəcəyiksə, birinci növbədə və konsileri gözümüzün altına tətbiq edərkən həmişə çoxları fikir vermir ki, gözümüzə kölgə çəkərkən gözümüzün kölgəsi yavaş-yavaş dartılır. Mən bunu bilmirdim. Bax, bunu yeni öyrəndim. Gözümə də çəkəcəm ki, göz kölgəsinin aşağıya dökülmüş hissələri gözümü həm yumru forma verməsin, həm də üzü aşağı dartmasın. Əgər beləcə etsək, maraqlıdır. Bəzi dəyişiklikləri edə bilərik. Mümkündür, hə. Mən bunu deyəsən videolarında var bu, hansı videoda demişəm bu haqda. Videolarıma diqqətlə bax. Baş üstə. Deyəsən bitirdim makiyajı.